Salam aleyküm değerli izləyicilər. Sizə bugün Balakən şəhərinin Dəanov küçəsində həyətyanı torpaq sahəsi ilə yaşayış evinin təqdimatını etmək istəyirəm. Yaşayış evi qeyd etdiyim kimi Dəanov küçəsində köhnə Qabaqçöl vağzalı ərazisinə yaxın bir məsafədə yerləşir. Gördüyünüz bu küçə Dəanov küçəsidir. Balakən şəhərinin mərkəz küçələrindəndir. Burada gözəl bir əmlak, həyətyanı torpaq sahəsi və yaşayış evi satışa çıxarılıb. Gördüyünüz bu giriş dəmir darvazalardır və darvazalardan daxil oluruq həyətə. Dəyərli izləyicilər, həyətdə gördüyünüz belə bir yaşayış evi və həyətyanı torpaq sahəsi. Həyətyanı torpaq sahəsinin girişdə belə gördüyünüz kimi yol kənarı belə obyekt üçün yer qoyulub və fundament qoyulub belə. Burada istənilən bir obyekt tikib, inşa edib başa çatdırmaq olar və ondan istifadə etmək olar. Qarşıda da belə obyektlərin olduğu bir küçədir və belə dəmir darvazası 3 sot həyətyanı torpaq sahəsi və yaşayış evindən ibarətdir. 3 sot yarımdan ibarət belə bir həyətyanı torpaq sahəsi var. İlk öncə mən həyətyanı torpaq sahəsinin təqdimatını edirəm. Belə gördüyünüz kimi evin yan tərəfindən qonşu ilə məsafə var. Hardasa 22 metrəyə yaxın belə bir məsafə var. Və evin arxa tərəfində də gördüyünüz kimi belə bir məsafə var. Ev özü hər tərəfdən şkaturka olunub, gözəl şəkildə təmir edilibdir. Gördüyünüz kimi hər tərəfdən belə bir qonşu ilə məsafə var. Bir tərəfdən dəmir şiferlə, digər tərəfdən belə daş hasarla hasarlanmış ara qonşu ilə aradan hasar var və qarşıda da əvvəldən qeyd etdiyim kimi belə bir obyekt tikmək üçün yer var, fundament qoyulub. Gözəl bir yerdə yerləşən əmlakdır. Əmlakın işığı, qazı, suyu işlək vəziyyətdədir, daimidir. Dəyərli izləyicilər, mən sizə evin daxili görünüşünü də təqdim etmək istəyirəm. Girişdə belə bir pilləkənləri və qarşısı belə metlaqla döşənib, hər tərəfdən dəmir reşotka ilə reşotkalanıb, yəni sürəhi çəkilibdir və hardasa 5 pilləkən qalxırıq və balkon hissəsidir. Balkondan keçid alırıq sanuzel otağına. Belə bir hamamın sanuzeli belə təmirli vəziyyətdə, yeni təmir olunub. Dəyərli izləyicilər, daxil oluruq evə. Girişdə belə bir otaq, geniş bir otaq, divana, yəni ev aboyla təmir olunub, belə aboy çəkilib. Əşyalar qalasıdır. Sahibinin dediyinə görə bura kuxna studiya olunacaq və qarşıda gördüyünüz bu divarda kuxna mebeli yığılacaq və belə bir otaq geniş girişdə ümumi oturmaq üçün və buradan daxil oluruq arxa otaqlara və belə bir arxa otaqlar yaşayış otaqlarıdır. 2 pəncərə və gözəl aboy çəkilib və digər otaq gördüyünüz kimi belə. Yəni 3 otaq
belə yaşayış evidir. Təmirlidir. Gir yaşa belə bir evdir. Necə deyirlər? Gir yaşa evdir. Və çöl qapısı da gördüyünüz kimi belə seyfıvi qapıdır. Dəyərli izləyicilər, yenə bu balkon hissədən sizə göstərirəm evi. Deməli, giriş qapısı, pilləkənləri və bu sanuzel otağı, hamamı, həyəti. Belə gördüyünüz kimi obyekt yeri, darvazaları və qarşıda da gördüyünüz kimi obyektlər var. Belə bir yer satışa çıxarılıbdır. Belə yerdə gözəl, belə əmlak istəyən hər kəs bizimlə əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilər. Əmlakın qiyməti videonun aşağısında göstəriləcəkdir. Dinlədiyinizə görə sağ olun. Videoları bəyənib kanalımıza abunə olmağı unutmayın. Sağ olun, sağlıq.